son bunu deyə bilərəm ki, yəni həqiqətən insan xarakteri, insan xasiyyəti onun bişirdiyi yeməyə yansıyır. Mən çox uşaq ikən Cabbar Qafarovun tələbəsi idim, Allah onu rəhmət eləsin. O bizə yeməyi bişirməkdən əlavə daha çox o incəlikləri öyrədirdi. Misal üçün başıma gələn bir şeydən mən çox həvəsli idim, can yatırdım ki, verin mən bişirim, verin mən düzəldim. Amma nasibim olmayanda rəhmətli mənə qovurdu mətbəxin içindən ki, sərt şəkildə qovurdu ki, çıx get. Soruşanda da çox bildirmirdi, amma illər sonra bildirirdi ki, deyirdi ki, sənin pişirdiyin yemək sənin xarakterindən gələcək. O ki, bir lətifə var, deyir, bəhbəhlə pişirmişəm, yəni o yerində deyilmiş lətifədir. Həqiqətən vurğuladığımız kimi... Çünki biz ötürə bilirik, o enerjimizi qidaya ötürə bilirik. Bəli. Dediyim kimi də buradakı mətbəx ən faydalı mətbəxdir, ən dadlı mətbəxdir. Çünki dediyim kimi mövzular, musiqi, sizin qatdığınız sevgi. Nahid bəy, izləyicilərimizə istəyirəm biraz məlumat verəsiniz. Mənə yazırlar, son dönəmlər daha çox yazırlar. Deyirlər ki, qidaları hazırlaya, bu qidaların qoxuları məni o qədər vurur ki, mən deyir, doyuram o qoxularla. Yəni, misal üçün, iftar üçün nələr hazırlayıram, elə bilirəm dünyanı yiyəcəm, amma qoxuları aldıqda sanki o qidanı yemiş oluram. Nə məsləhət görərsiniz, nə içsinlər? Nə yalan deyim, mən inanmıram bu mövzuya. Niyə görə? Çünki özümdən misal çəkirəm. Vaxtı ikən mən tələbə ikən və yaxud da yeni bu sənətə başlayanda həqiqətən nəsə bişirəndə o yemək ki, o bişənəyizə alın. Misal üçün, adicə soğanın bişmə dərəcəsi o gəlib, o bizim istədiyimiz karamelizə qoxusu gələnə kimi çox pis qoxular gəlir onunla. Biz onu alındıra bilsək, həqiqətən sonunda çox gözəl bir şey hazırlanır. Və biz onu dadmaq üçün, mən deyərdim, şəxsən mən öz payıma sonunu səbirsizliklə gözləyirəm ki, tez bişsəydi yeyərdim, tez bişsəydi yeyərdim. Amma onu bişirəndə xırda kiçik o vicdan məsələsi də bizim bildiyimiz səhvlərə yol verəndə insan önce ayda bu belə oldu, gözündən düşür, iştahından düşür, bu belə oldu, iştahından... Deyirsiz, səbəb odur yəni? Səbəb odur ki, bayaq dediyimiz kimi sevgi ilə hazırlamaq lazımdır. Sevgi ilə hazırlanmalıdır, doğrudur. Əgər sevgimizi... Mən ümumiyyətlə fransız mətbəxini çox sevirəm və onlar da yeməklə çox oynayırlar. Yəni qidanın üstündə çox oynayan bir xalqdır. Mən üzr istəyirəm. O barədə mən onu deyə bilərəm ki, bizim aşpazlıq da, yəni sadəcə doymaq deyil də bu. Yəni insanlar aşpazlığa sadəcə fikirləşirlər ki, gəlib yemək bişirim hardasa kimisə doyuzdurub mənə pul versinlər. Amma bu deyil də, vallahi bu həqiqətən incə sənət kimi bir şeydir, dənizə baş salın. Misal üçün, bir yeməyi ərsəyə gətirib çıxarmaq, misal üçün bu Gordon Blue. Mən deyərdim, bu bir sadəcə musiqi bəstəsidir. Həqiqətən biz istədiyimiz notları oraya əlavə edirik. Əgər düzgün notları düzgün yerə əlavə edirsək, axıra gözəl bir dənə musiqi çıxır. Amma ortada birisini əksik və yaxud da birisini artıq eləsək, ortaya indi musiqiçilərimiz bilirlər, xaric bir şey olacaq. Doğrudur. Təşəkkür eləyirəm. Siz davam edin. Mən isə yenə dönəcəyəm. Kamil bəy, siz son zaman